Gəlmişdi çəkilişə, bu təftənə toy gedir, dəyərli izləyicilər. Budur da, yəni, həyət evinki, budur. Yay gəlir, günəş çıxır, orada toy bayram, uşaqlar velosipedlə oynayır. Bax, belə bir həyət evi sizə təqdim edirəm. Bunu sizə satmaq niyyətim var, icazənizlə. Bura bir dəyərli izləyicimin evidir. Neçə vaxt danışırıq, vaxt edib gəlib çəkə bilmirdim. Bugünə qismətmiş. Bura Bina Atçılıq qəsəbəsidir. Tam bilməyi üçün sizə belə izah edeyim də. Mərdəkana gələn yolun, ana yolun üzərində Bina Atçılıq qəsəbəsinə yol dönür. 2 kilometr, maşınla baxdım 4 dəqiqəlik məsafədə yerləşir və asfaltdır. Bir dənə qarşısı sizə realini görsədim. Döndük Mərdəkandan, gəldik. Bax, belə bir asfaltla 2 kilometr, 4 dəqiqəyə çatdıq bu evin qabağına. Bu da evin qarşı qabağıdır. 3 sotun üzərində tam paket kupçalı, torpaq ev. 2 mərtəbə monolit betonla tam müasir stildə tikilmiş bağ evi, həyət evi. Necə səsləndirmək siz səsləndirə bilərsiniz. 290 min manata satılır. Həyətində hovuzu var, gördüyünüz kimi. Yumşaldıcı su sistemi var orada. Əlavə otaqları da var. Hər tərəfdən fırlamağa yeri qoyulur. Bura manqal zonasıdır. Qəşəng bir manqalı var. Pişir, düşür, yiyir. 2 maşınlıq da geniş bir həyəti var, əzizləyicilər. Sağda da yaşıllıq salınıb. İndi mən sizə evin içini təqdim eləmək istəyirəm, icazənizlə. Çayları qoyun qabağımıza. Görək bu evin içi necədir? Gəlin. Hörmətli izləyicilərim, bura girəcəyidir evin. Xol hissəsi. Girən kimi, belə bir plekanla 2-ci mərtəbəyə qalxırsan, oranı göstərəcəm öz yerində. Burada ayaqqabı dolabıdır. Koridorda umumi hamam otağıdır. Duş kabini də var içində. Ümumiyyətlə, yeni bir villadır. Çox yaşanmayıb, yəni çox yorulmamış evdir. Tam müasir formada təmir, dizayn olunub. Bağ evi kimi istifadə edib izləyici, özü şəhərdə qalır. Bura bunun zal otağıdır. Gəlib, sadəcə plan dəyişib, o mənimdə satır. Yoxsa belə ticarət məqsədli deyil. Bu əşyaların, əzizləyicilər, qismən, yəni divarda gördüyünüz hər şey qalır. Bəzi şeyləri verməyəcək. Yəni, o 290 min qiymətin içində deyil. Onları sizə göstərərəm. Zal otağı ilə bir dənə kadrlarla yaxından tanış olun. Stulu, tvistidir, kondisioner, loft təmir, studiya işıqları, qara panel, qara kondisioner. Bir-birini dekorlarda tamamlayır. Yer də laminatdır. İndi mətbəx otağına keçək. Zövqlü bir mətbəx otağıdır. Siz baxın, mən bir dənə qara kişmiş yiyeyim. Maşallah, hansı evə gələm yiyib içməkdir də. Allah hamı süfəsini boy eləsin. Əla. Bu mətbəxdir. Mətbəx mebeli yığılıb. Mərmər, membran. Samsunga aid olan elektronika, xaldenik, paltar, yan çamaşır, onlar qiymətin içində deyil. Amma dedi ki, razılaşsaq, biraz artırsalar qiyməti, məsələn, 310 da vermək olar da. Onu da danışarıq. Burada bir dənə qəşəng tost-sorana var, yaponski. Bu birinci mərtəbə. İndi qalxaq ikinci mərtəbəyə. Oradakı İkinci mərtəbə çox qəşəngdir. Girən kimi belə bir xol. Burada qaban çəkişləmələr. Mat rəngində kondisioner. Bura çamaşır otağı. Paltaryan maşınlar. Pilsoslar. Evə lazım olan hər şey. Ev tam 8K kamera sistemidir, görüntü keyfiyyəti HD-dir, superdir. Bura yataq otağıdır. Dəyərli izləyicilər, görürsünüz necə zövqlü villadır, həyət evi. Burada yataq, mebel, buradan balkona çıxış var, günlük asılıb, içində hamam otağı var.
vannası var. Full təmirli villadır. Audio sistemi qədər var. Kadrı görsət bir operator. Audio sistemi görsət izləyicilərə yaxınlaşdır. O belə daim musiqi sədaları altında, elə bir Roms'da da əla. Allah hamıya qismət eləsin. Üsulları da qəşəngdir. Maralı görsən. Keçək o birisi otağa. Burada 2 daha yataq otağı var. Bu uşaq yataq otağı üçündür. Qəşəng yığılıb mebellər, oyuncaq, belə bağçadır da. Divar kağızları ona uyğun olaraq seçilib. Dekor, itin yeməyi, pişiyin yeməyi, itin suyu. Burada da zövq var da evdə. Maşallah olsun. Bu növbəti yataq və burada gözlə görünən tüd rəngində dolablar yığılıb, ayaqqabı riyadı, kostyum, yaz paltarları, yazlıqlar, qışlıqlar, çantalar, sumkalar. Bax belə. Bu da geniş bir yataq otağıdır. Əziz izləyicilər, təkrarçılıq olmasın, 290 min manata satılır. Bina Açılıq qəsəbəsi. Mərkəzi yoldan 2 kilometr içəridə. Bu qədər. Sağ olun, var olun.